Hər vaxtınız xeyir olsun. Bugün sizinlə tez zamanda bir dəfəyə bişirə biləcəyiniz, həm də bişən zaman tez-tez üzərindən köpük yığmağa belə ehtiyac olmayan ən sadə çəllək mürəbbəsini hazırlama qaydasını bölüşürəm. Geniş bir qaba su və çəllək əlavə edirəm. Çəlləyin daha yaxşı, daha təmiz olmasından ötəri üzərinə 1 xörək qaşığı çay sodası və yenə də su əlavə edib 10-15 dəqiqə sodalı suda çəlləyi gözlətdim. Ardından isə meyvələri əzmədən sodalı sudan çəlləkləri çıxararaq axar su altında da bir neçə dəfə yaxşı yuduqdan sonra aş süzəni əlavə edirəm. Burada təmizlənməmiş 4 kiloqram çəllək var. Mən həm cem, həm də mürəbbə hazırlayacağam. Yaxşı yetişmiş, bir qədər yumuşaq olan və nisbətən böyük olanları cemdə, ən yaxşılarını, ən kiçiklərini isə mürəbbədə istifadə edəcəyəm. Qeyd etdiyim kimi axar suyun altına bir neçə dəfə yaxşı yuduqdan sonra aş süzəni əlavə edirəm. Aş süzəndə 10-15 dəqiqə daha gözləyirəm. O zaman mürəbbənin tərkibində olan su tam çəkilir və saplaqlarını təmizləyirəm. Meyvənin saplağını təmizlədikdən sonra geridə 3 kilo 600 çəllək qaldı, 2 kiloqramını. Mürəbbədə geri qalanını isə cemdə istifadə edəcəyəm. Bu bizim mürəbbə üçün nəzərdə tutduğumuz çəlləklərdir. Mən 2 kiloqram çəlləyin mürəbbəsində 2 kiloqram, bir də 200 şəkər tozundan istifadə etdim. Geniş bir qaba şəkər tozu və çəlləyin bir qismini, yenə də şəkər tozu və sonda yenə də meyvə və şəkərin qalanını əlavə edib şirənin içərisində 4 saat müddətində çəlləyi gözlədə bildim. Siz uzun müddətdə gözlədə bilərsiniz. Yəni tam meyvə şirəsinin salına qədər gözlətmək olar. Siz axşamdan da hazırlaya bilərsiniz. Otaq temperaturunda qeyd etdiyim kimi 4 saat müddətində gözlətdim. 4 saatın tamamında çəllək şirəsinin bir qismini salıbdı, ocağa alıram. Qısıq odda şəkərin əriməsini və çəlləyin tam şirəsini salmasını gözlədim. Əsla ocağı gür etmək olmaz, o zaman şəkər yana bilər. Bir dəfə qarışdırırıq, şəkərin tam əridiyindən əmin olduqdan sonra ocağı gürlaşdırırıq. Mürəbbə nə qədər gür odda bişərsə, bir o qədər tez başa gəlir, həm də daha gözəl olur. Təxminən 10-15 dəqiqə gür odda mürəbbəni bişirdikdən sonra üzərinə 1 xörək qaşığı limon şirəsi əlavə edirəm. Taxta qaşıqla meyvələri əzmədən yaxşı qarışdırıram. Gördüyünüz kimi üzərində köpüklər əmələ gəlir. Qeyd etdiyim kimi mürəbbənin üzərində olan köpükləri yığmağa tələsmirik. Ən sonda mürəbbənin köpüyünü yığa bilərik. Mürəbbənin hazır olub olmadığını hardan bilirik? Salfet üzərinə bir neçə damcı suyundan əlavə edirik. Əgər mürəbbənin suyu göz yaşı kimi axmırsa, yəni olduğu yerdə qalırsa, deməli artıq mürəbbəmiz hazırdır. Bu şəkildə olduqdan sonra artıq mürəbbəni ocaqdan ala bilərik. Ocağı söndürürük və gördüyünüz kimi artıq köpüklər bir kənara yığılıbdır. Həmin köpükləri qaşıqla, ardından salfetlə rahatlıqla mürəbbənin üzərindən yığırıq. Mürəbbənin üzərində qalan köpükləri sonda yığan zaman qarışdırmağa ehtiyac yoxdur. Sadəcə qabı əlinizə silkələyirsiniz və azacıq qalan köpükləri də bu şəkildə üzərindən təmizləyirsiniz. İlk istilik keçdikdən sonra bankalara əlavə etdim. Mən bişirən zaman axşam idi, artıq ertəsi gündür mürəbbə tam soyuyubdur. Gördüyünüz kimi suyu şəffaf, rəngi möhtəşəm, meyvələri isə dəndəndir. Sizlər də belə sadə üsuldan istifadə edərək belə gözəl çəllək mürəbbəsini rahatlıqla hazırlaya bilərsiniz. Dəyərli izləyicilərim, video sizlərə yararlı, faydalı oldusa, videonu bəyənib kanala abunə olmağı unutmayın. Hələlik.